Kimi qoyuruq yerə, tökürük ora, qapağı qoyuruq ağzına, ədyala tüküb, qoyuruq 2 saat qalır orada. Dünən yoldaşım alıb, vələmir dəni, yulaf deyirlər, vələmir deyirlər, afsiyalan. Onu mən dedim, qoy suya görək, nətər olacaq, əgər çiğ yemək mümkündürsə. Bir gün qoymuşdu, dünən qoymuşdu, bir gün götürdüm, gördüm ki, yaxşı, əməlli başlı yemək olur. Mən, məsəl üçün, qreşkal deyirlər, qalabaşlar, onu mən pişirmirəm. Mən mərcimək deyirlər, mərci deyirlər, onu pişirmirəm. Mən noxudu pişirmirəm, onların hamısını cüzərlik yeyirəm. Özdə tamı da yaxşı olur. Hansı adamın ağzı vərdiş edib o zərərli qidalara. Buna görə də Məhəmməd Peyğəmbər deyirdi ki, ən böyük cihad nəfsə qarşı olan cihaddır. Hələ deyil xanım, hələ deyil. Ən böyük cihad nəfsə qarşı olan cihaddır. Ən böyük qələbə nəfs üzərində çalınan qələbədir. Buna görə də mən belə hesab edirəm ki, nəfsə qalib gəlmək mümkündür. Mümkündür. İstəyən adam qalib gələ bilir. Sadəcə çox ürəkdən istəmək lazımdır. İradə lazım. Ürəkdən istəyəndə iradə tapılır. Bədən özü iradəni istehsal edir. Beyin onu istehsal edə bilir. Buna görə də çalışın. Pis vərdişlərin mən siyasını tutmuşam, bu kitaba saldım, yeni kitabıma. Mən də bilməzdim ki, yer üzündə bu qədər pis vərdişlər var. 120, hələ mən sadalığım, yadımdan çıxanlar bilindir. 120 pis vərdişin adını çəkmişəm mən siyada. Hamısı da böyük hərflərlə yazmışım. Bunu saldım bu kitabıma ki, o insanlar bilsinlər, onları öldürən nədir. Sazanız kitabdır da. Bəli, bəşəriyyətin xoşbəxtlik düsturu. Satışda da artıq yoxsa? Bəli, aparıb buna təqdim edəcəm, onun köməkçilərinə, təbii ki, özünün yanında qalan yoxdur. Aparıb buna, sonra Milli Məclisə, sonra bütün nazirliklərə, Heydər Əliyev fonduna, UNESCO-nun səfirinə, ümumiyyətlə, hamısına məktubuna, o cümlədən xarici ölkələrin səfirliklərinə, xarici ölkələrin beynəlxalq təşkilatlarına, hamısına aparıb özüm, öz əlimlə bol çəkdirəcəm onların idarələrində, verəcəm onlara. İndi nəticəsi necə olacaq? Mən çalışacağım dünyanın rus dilində yazmışam bunu. Həm də Azərbaycan dilində yazmışam. İki dilin ikisində də yazmışam. Hələlik rus dilində bıraxıram. Dalınca da azal qoysa Azərbaycan dilində bıraxacağım ki, əsas mən istəyirəm dünyanın diqqətini çəkəm ki, ancaq bir insan biri olanda xoşbəxt olur. Yoxsa onun torpağıdır, bunun torpağıdır. Öz torpağı qalıb orada, kəndlərin hamısı virama qalıb. Yaşamırlar. Rusiyanın kəndlərində adam yaşamır. Bir gəlib orada torpaq tutur, burada torpaq tutur. O köynə belə beyinlərində o şovinist ideya var, güclər. Təkcə Rusiyada öyle, elə Amerikanın özü də, o birisi də. Yəni bunların hamısı beyinləri yaxşı işləmir. Mən onları göstərmişəm. İnflyasiya niyə yaranır, onu göstərmişəm. Şakira oradan vurup gəlir bura 68 dənə yük maşında onun ancaq alabanlıqlarını daşıdılar aeroportdan. Gör, bu nə qədər xərc edir? 600 nəfər onu qurdu, 600 nəfər də söktü. Gör, nə qədər pul getdi. Nədir, cəmisi 2 saat burada konsert verdi. Gör, inflyasiya bunun görə yaranır. Və yaxud da fikir verin. Demək, il boyu heç nə eləmir bu adam. Ancaq qaçır, ancaq yeyir, qaçır, sonra əzərlərini gücləndirir, çıxır səhiyyə arendaya, vurur, o birisinin çənəsini çıxardır və buna $1 milyon tutarım mükafat verirlər. Amma lesnik və yəni bu meşə işçisi il boyu əlləşir, vuruşur, bizim torpağımızın yaşıl örtəyini qoruyur, saxlayır. Onun aldığı, il boyu aldığı bərabər 1000 manat da eləmiş. Görürsən, bu bəşəriyyətdə bax bu cür haqqı sabar var, o haqqı sabarın hamısını açıb göstərmişəm. Bəşəriyyətdə bütün bəlalarını göstərmişəm. Buna görə də o, mənə elə gəlir ki, diqqəti cəlb eləməlidir bu kitab. Daha nə sualınız var? Buyur. Təşəkkür dediniz ki, evdə pişirdiyiniz şirniyyatlar zəhərdir. Adətən bizə valideynlərimiz deyir ki, mağazində şirniyyat almayın. Evdə pişirdiyiniz nəyə görə zərərlidir? Mağazadan alınan hər şey zərərlidir. Oradan heç olmasa aldığınız şeylərin bir ikisinin adını çəkim ki, nəyi ala bilərsiniz? Düyü ala bilərsiniz,
yarmalar ala bilərsiniz. Oradan yağ almayın, oradan qənd almayın, oradan çay almayın. Ondan sonra konservləşdirilmiş heç bir şey almayın. Onlar hamısı zəhərdir. Ümumiyyətlə, fabrik və zavodun istehsal elədiyi şeylərdən almayın. Amma kənd təsərrüfatı məhsullarının heç olmasa çiğini alın da, tutalım. Bayaq dediyim kimi düyü, ondan sonra yarmalar, ondan sonra belə şeylər alın. Oradan mağazadan alınan şeylərin hamısı zərərlidir. İndi bu kitabda da mən o nicat yolu kimi bir şey göstərmişəm. Seçim hüququ sizin özünüzdədir. Seçim hüququ sizdədir. Nəyi alırsınız, onu da istehsal edirlər. Nəyi çox alırsınız, onu da çox istehsal edirlər. Siz almasanız, o bir dünyasında istehsal ediləməz. Belə deyil, elədir. Buna görə də seçim ən gözəl mübarizə silahı, yəni bu yırtıcı biznesə qarşı ən gözəl silah seçim hüququndan istifadə etməkdir. Buyur, kimin sualı var? İşmiş qidalar yemirsən, yeməklər. Pişmiş qida ildə bir dəfə, iki dəfə Ürəyini istəmir, təmək olması ürəyim istəyir. O ürək deyil, ürəyin vəzifəsi ayrıdır. Ürəyin vəzifəsi qanı itələyib göndərmək və oradan qanı qəbul edir, şişki qanı qəbul etmək. Ürəyin boynuna yıxmayın, xahiş edirəm. Ürəyi bırakın. Nəfs, nəfs o başqa məsələ. O beyin məsələsidir, beyin məsələsi. Bəli, mən də istəyirəm, ət ürəyim istəmir, ət istəmir, yağ ürəyim istəmir, o qənddir, çaydır, konfetdir, şokoladdır, nə bilim, bunları ürəyim istəmir. Artıq sıra çıxartmışam onları, beynimdən çıxartmışam. Amma məsəl üçün göy qutabı hərdən birdən, ayda birdən yeyirəm, bu bir, hərdən birdən balıq yeyirəm, pişmiş şəkildə. Onu da balığı da elə eləyirəm ki, onun faydası daha çox olur, nəyə ki zərəri. Necə? Balığı dəfnə yaprağı ilə bərabər yoldaşım pişirir və qoyur yerə o saat, o hazırladığı borç komponentləri yoxdur. Onları da çökür həmən qaynar suyun içinə, ağzını bağlayır, bükür ədiyalar, qoyur 2 saat orada qalır. Yeyəndə də 2 dənə pomidoru sütkəcdən keçirir, qaçışdırır onu, olur belə gözəl borç. Orada bir dənə pişər, nə oldu? Balıq. Qalan hamısı vitaminlər qaldı tərkibində. Mənə də əsas o vitaminlər lazımdır. Çuğuldurun vitamini, kələmin vitamini, sonra göyərtilərin vitamini, sabun vitamini. Bunlar hamısı orada salamat qalır. Buna görə də o olur əla bir gözəl qida. Bəzən mən onu həmən borçu balıqdan yox, cücərmiş noxuddan düzəldirəm. Bəzən cücərmiş mərcidən düzəldirəm. Mütləq həm də cücərmiş buğdanı qatıram ora. Buğda kəpəyindən səmərəli istifadə edin. Buğda kəpəyində deməli, insanın hemoqlobinini düzəldən dəmir 5 qat, onun tərkibində olan, ununda olandan 5 qat çoxdur. Otroblar var, otroblar Nədir? otrob satılır marketdə. Buğda kəpəyi nədir? Buğda kəpəyi buğdanın qabığıdır da, onu dəyirmanda ayrırlar. Onu növünü götürüb satırlar cəmaata, qırırlar cəmaatı. Marketdə satırlar demək istəyirəm. Marketlərdə bəzilərində olur. İndi mən çalışacağım, burada satışını təşkil edək. Buğda kəpəyi çox dəyərli qidadır. Ondan istifadə eləməmək cinayətdir. İndi onu verirlər heyvanlara. Bazarlarda olur, yəni dən satılan yerlərdə bazarlarda olur, dəyirmanlarda olur. Adi kəpəkdən satışda olan bizim yanımızda dəyirman var, oradan satdılar. Dəyirmanla əlaqəsi olanlar gedib oradan buğda kəpəyi alırlar. Yəni biri var, atırlar, çöldə qalır. Yox, satış təmizlənir, dəyirman, çörək pişirilən makaron fabrikindən çıxma kəpəkdir. Bizdə həyətdə cücələrə alıb tökülür. Bax, həmən o cücələri aldım. Amma çox, o qədər çox belə... O cücələr alıb yeyir, o cücələr yeyir onu, heyvanlara da verirlər.
Və öz bilirsən də fikirləşirlər insan haqqında. Deyirlər, bunlar necə başdan xarabdılar ki, bu cür qidanı mənə verirlər. Mən bir müddət onu su ilə qatıb içmişəm. Yox, onu belə eləmək olar. Onu, məsəl üçün, xörəyə pişdiyin, düyü su pişirdiyin, götür 2 xörək qaşığı da onunla qarışdır. Tamı da gözəl olacaq, şirin tamı var. Və yaxud da ki, salat düzəltdin, salata ondan 1 qaşıq, 2 qaşıq da qoyacaq. Belə müxtəlif variantlar var. O buğdanı, məsələn, evdə çəkib istifadə eləmək necə? Əl dəyirmanda olar, olur, yarma gözəl qidadır. Biz, məsələn, düyü olmaz daxil o vaxt, müharibə vaxtında düyü yox idi. Elə yarmadan istifadə edərdik biz o vaxtlar. Sən bilməzsən, o vaxtları. Daşın 2 daş arasında çəkildi. Hə, dəyirman. Müəllim, bu kitabınızda siz yazmışsınız 7 ildən bir nədir, sarımsaqla spirti qarışdırıb eləyirlər, o belə məlum. Elə insanlar var ki, biz il boyu ondan istifadə edirik. Onları belə istifadə eləmək, yoxsa ildə bir dəfə O müalicə metodudur. Mən elə güman edirəm ki, bunu həmişə istifadə etmək düzgün deyil. Yəni dozasını azaldıb deyilir məsələn. Amma sarımsağı hər gün yemək lazımdır. Görün necə çalışır, bacarımız sırsa. Bəs onun qoxusunu deyil, bir əlacın deyil. Deyil, nəyəsə satırlar. Üstündən qoz yiyəndə qoxusun. Deyil, nəyəsə satırlar deyil. Qoxuya görə adam yeyir. Amma mən hər gün yeyirəm. Hər gün yeyirəm. Vallahi məndən oturub duran adamlar demirlər ki. Nə qədər məsələn bir balaca diş olsun? Yox, bir 4 dənəsini diş yeyirəm ən azı. İndi baxı göyləri var, göylərinin bir dənəsini heç olmasa baxıb onu yeyirəm. Yəni məndən şikayət edən olmuyor. Bu məhlulu bir də deyərsiniz. O sarımsağı xeyirli yoxsa yox? Yox, yox, o cür yox. O mədədə necə? Yox, o cür yox. Onun heç faydası olmaz mənə elə gəlir. Onu yaxşı çeynəyib budmaq lazımdır. Salatda bilinmir. Salatda o qətiyyən bilinmir ki, sən sarımsaq yemirsən ya yemirsən. Mən onu yeyib getdim studiyaya, Space kanalında mən hər həftənin 1-ci və yaxud da 2-ci günü verilişdə iştirak edirəm. Məlumat üçün deyim ki, ATV-dən də gəlmişlər, dünən çəkiliş edirlər. O İradə İshaq qızının aparatlarla düz üzünə. Orada gələn həftə 2-ci günü yox, o biri həftə 2-ci günü saat axşam baxarsınız. Hələ salamat qalsa, ona kimi gedib yaşasaq, orada məni göstərəcəklər. Orada da yəqin ki, sözlərimi deyəcəm. İradə xanım da çalışır ki, adamın çəksin nə ki sirri var hamısının. Məndə də sirri yoxdur, hamısının yazılarımda da demişəm, kitabımda da demişəm, şifayət edək, nə gəldi döşüyürəm. Sir yoxdur məndə. Belə. Bir də çayda bitkilərin çiçəklərindən də istifadə eləmək faydalıdır da. Çiçəklərin, ümumiyyətlə bitkinin, mən sizə deyim, bitkinin yarpağı kökündən də, çiçəyindən də daha faydalıdır. Yarpağı. Məsəl üçün, itburnunun indi ən yaxşı vaxtıdır. Əgər rayonlarla əlaqəniz varsa, deyin, yıxsınlar, qurutsunlar, göndərsinlər, siz də istifadə edin, özləri də istifadə edəsinlər. İtburnu çox dəyərli şeydir, xüsusilə də yarpağı. Yarpağı meyvəsindən güclüdür, C vitaminindən zəngindir, daha çox zəngindir. Çiçək də olar, və qurudub, yəni kölgədə olar, niyə olmur ki? Mən də həyatdan onu... Bu dəqiqədə istifadə eləmək olar, bəli. O yaşı daha xeyirlidir, nəinki qurusu. Qurusundakı azalır vitaminlər. Amma çarə nədir? Yəni qışa indidən saxlayasan ki, o baxımdan indi göyündən istifadə edin, yaşılığından. Sonra qışa da qurutunu saxlayın. Kimin əlaqəsi var? Rayonun deyir ki, indi yaxşı... Məhz rayonda da olmalıyım. Yox, fərqi yoxdur. Ağasız rayonda olur. Burada bilirsən, Bakı şəraitində, onun o şamaxı ilə, xınalığı ilə bir ola bilməzlər. Ekoloji baxımı. Ekoloji baxımı. Burada maşından çıxan zadları udur, amma orada udulur. Qazları. Daha nə kimi suallar var? Bir də əlinizə düşməyəcəm, etilər var, soruşun. Mən 2 il vegetarian oldum, ət yemədim.
tərəvəz yedim də ancaq ət üstünlüyü vermədim. Sonra həkimlərim mənə dedi ki, ət yeməsə vitamin çatışmazlığı yarana bilər. Yenidən yeməyə başladım, amma istəmirəm. Həkimlər nə deyirlərsə, diqqətlə qulaq asın, amma onun tərsinə hərəkət edir. Mən dediyim ki, olmadı. Çünki mən 30 il onların dediklərindən oturdum, durdum və təsəvvürünüzə gətirin ki, mən 30 yaşımdan 60 yaşına qədər xəstə olmuşam. 30 yaşdan 60. 40 yaşında mən birinci qrup əlil kimi Moskva müalicəsindən sonra 40 yaşında demək birinci qrup əlil kimi pensiyaya çıxdım. 2 il iş qabiliyyətimi tamam itirdim. Məni onda Maladyoj Azərbaycan qəzetində işləyirdim və oradan pensiyaya çıxartdılar. Həkimlərin qabiliyyəti budur. İndi üstəlik hələ bir şeyi nəzərə almaq lazımdır ki, bugünkü həkim kimdir? Pulla instituta girib, pulla diplom alıb, pulla vəzifə alıb, pulla müalicə edən pul düşkünləridir. Bax, ona görə də mən çalışıram ki, xəstəmi sağaldım, o olsun mənim reklamım. Onlar istəyirlər ki, müştərilərini itirməsinlər. Bax, fərq bundan ibarətdir. Ona görə də siz həkim haqqında düşünəndə bu baxımdan. Ərşad müəllim, Bəli. bayaq siz deyirsiniz limonla ət olmazdı. Biz məsələn yeməklərin üstünə Çox pis şeydir. limonu sıxıb yeyirik. Çox pis Olmaz, şeydir. olmaz. Düzgün deyil o, qətiyyən düzgün deyil. Olmaz. Yeməklərin içinə eləmir. Heç bir şey. Yeməklər əvvələ bişmiş xörəklərin üstünə durursunuz. İkincisi, Salata sıxmaq olar limon. salatat olar genel ne qədər olmasa. Amma yemək olmaz heç. Xörəklərə yox. Salata da məsləhət deyil. İntihası bəzi adam görürsən şey deyəm. Onun əvəzinə mən məsləhət görürdüm ki, pomidor şirəsi tökəsən, pomidor sıxasan üstünə yaxşı. Pomidorunu çox edəsən. O pomidorun, çiğ pomidorun şirəsini qatışdırırsan, o daha gözəldir. Həm tamı gözəl olur, həm də faydası yaxşıdır. Bir də idmandan ən yaxşı yoga ilə məşğul olmaq məsələsi. Yoga yox. Yoga təkcə yoga hesab verməz. Təkcə yoga yox. Kompleks şəkildə olmaq. Kompleks şəkildə Nişinin qaydaları var. İndi mən ona bu kitabımı təzədən çapa hazırlayıram. Möcüzə kitabını təzədən çapa hazırlayıram. Orada demək belə də olacaq da, çalışıram özümlə əlavələrimi də, həm də Nişinin qaydaları biraz bəzi qüsurlar var, onları mən çalışacağım bu kitabımı. Möcüzənin də kitabını hazırlayıram nəşrə, yeni nəşrini. Belə. Vardı. Sarımsağı? Yox, sarımsaq və limondur, bunların heç bir xəstəlikdə heç bir şeyə ziyanı yoxdur. Çünki onların ikisi də C vitaminidir. C vitamini isə mikrobların qənimidir. Mikroblar isə bizim qənimimizdir, yəni bizim hüceyrələrimizin qənimidir. İndi gör nətər ola bilər, ola bilməz. Demək, o bizim düşmənimizi məhv edir. Əgər bizim düşmənimizi məhv edirsə, deməli bizə onun ziyanı dəyə bilməz. Bədəndə mikrobları qırmaq üçün sarımsaqdan və limondan 100% istifadə etmək lazımdır. Hər gün özdə C vitamini yığıb, nəzərə alın ki, C vitamini yığışıb bədəndən qalmır. Onun zapası yaranmır, ehtiyatı yaranmır. O mütləq onu hər gün C vitamini qəbul etmək lazımdır. Mədəsində qastrit olanda necə? O da az miqdarda istifadə etməlidir. Nədən? Mədədə qastrit olanda. Qastriti də yaranı da mən elə onların kömək edirəm. Çünki bəzən həkimlər... Bəzi adam deyir ki, bəs mən mədəmi yandırdı sarımsaq. Deyirəm, ay bacım, ay qardaşım, sən əlini kəsəndə ora yod vurursan. O yandırır, yandırmır, deyir yandırır. Deyirəm, o yandırdığı üçün sağaldır da onu. Baldır yenə eyni. Ona görə də qorxmayın, mədədə problem oldu, mütləq. Əti, yağı, südü, zadı, tullayın, keçin meyvə tərəvəzə öz-özünə düzələcək. Arı məhsullarından da istifadə etmək xeyirində hamısına. Yoxsa orada da var, lazım olmayan. Orada, yox, belədir ki, bizim evimizdə, mənəm bir də həyat yoldaşımdır. Biz 40 kilo hər il bal yedik. 40 kilogram. Özdəki o xınalığın balından mən oradan alıb gətirdim. İndi köçüb gəlmişəm bura, görək, Şamaxıya tərəf gedib oradan kəşfiyyat aparım, görüm hardan yaxşı bal tapa bilərəm.
Yaxşı bal tapsam sizə də Mesela deyəcəm. gül tozun sonra ben ondan istifadə edelim biraz. Böyle gel gül tozu. Qəbizlik yaratdı. Ay, Ola yaxşı bilər. bir Onun valla haqqında dəqiq məlumatım olmadığı üçün mən deyənlərəm qəbizliyi. O yaradır, yoxsa başqa səbəb yaradır. Ola bilər, ola bilər, ola bilər. Gül tozu pılsa deyirlər də, pılsa. Ama en güzel Çiçek tozu. Çiçek tozu değil. Çiçek tozu var, arı sütü var, bir de belamın var. O barədə mən Ben biraz istifadə oxumuşdum. edelim, ben de qəbizi yarandı o şey. Ola bilər, ola bilər. o bəzi orqanizmlərdir. Amma ən gözəli perqadır. Perqa artıq hazır məhsul. Amma arı tozu pulverizator qoyurlar, arı gətirir, oradan sorulur. Öyle bir şey var. Perqa tam hazır. Belamın İnsanlarda Ben böyle tam hazırlanmış olur. Arının özü hazır. İnsanlarda iman o var. belamındır da, belamın hiçbir şey Belamın olmadı. harda? Bir şey de var da. Arı məhsulları. İnsanlarda deyirəm biraz iman azalır, iman. İnam da azalır, iman da azalır. İman ölüb gedib insanlarda çoxunda qalmır. Ona görə də saxta şeylərdə çoxdur. İndi mən bilmirəm o pıçsa həqiqidir yoxsa qondarma. Bax onu bilmək olmaz. Ona görə də ola bilər ki, o yalançı olsun. Necə ki, indi çay necədir? İndiki çay. Hamısı yalancı, saxta çaylardır. Üstünə suyu tökən kimi rəngi düşər. O deməkdir ki, o saxta çaydır. Odur ki, çalışın otlardan istifadə edin. Heç olmasa bizim bu otlar da, buradakı otlarımız var, onlardan istifadə edin. Çay otları. Əsəl mənim bir şey keçmişdi, mən bir məzluqdum. Aloe gülünün sokunu içmək barədə və bir çox xəstəliklər üçün yazmışlar. Amma o sokun da sizin sözünüzə